Avropanın şimalında, Qərbi Rusiya ərazisində isə geniş əraziləri əhatə etməsi gözlənilən antiklonik bloklanmanın ərazidə aktiv olması gözlənir. Bu o deməkdir ki, dekabr ayının birinci 10 günlüyü ərzində qeyri-sabit hava şəraiti daha çox Qara Dəniz ölkələrində və Qafqazda müşahidə ediləcək. Eyni zamanda dekabr ayının artıq birinci 10 günün sonlarına doğru, yəni artıq 7, 8, 9-da isə proses daha da kəskinləşəcək. Nəticədə Avropanın şimalında geniş əraziləri əhatə etməsi gözlənilən güclü bir antiklonik bloklanma gözlənilir. Bu sistemin təsirindən Avropanın şimalında hava kütlələri bloklanacaq, eyni zamanda Avropanın şimal-qərbində hava axınları bloklanacaq. Daha çox bu sistem artıq Avropanın cənubuna doğru və Avropanın şərqinə doğru soyuq havanın daşınmasına səbəb olacaq. Avropanın İskanderun modeli artıq Avrasiya arasındakı hava şəraiti haqqında ümumi təhlillər təqdim edir. Nəticədə dekabr ayının birinci 10 günlük ərzində artıq Rusiyanın qərbində böyük bir antiklonik bloklanma gözlənilir. Bu sistemin təsirindən şimaldan soyuq hava kütlələrinin tez-tez Qafqaz regionuna daxil olmasına səbəb olacaq. Qara Dəniz ərazisindən Türkiyə arasında qeyri-sabit hava şəraiti davam edəcək. Dekabr ayının artıq 7-si və 8-sində isə bu ekstratropik siklon sistemi artıq Azərbaycan arasına doğru daxil olacaq və şimaldakı bu bloklanma dekabr ayının 9-u və 10-unda daha da güclənəcək. Dekabr ayının birinci 10 günlük ərzində Avropanın şimalındakı Skandinaviya ərazilərində, Rusiyanın qərbində, Qərbi Sibirdə, eyni zamanda Ural dağları ərazisində geniş əraziləri əhatə etməsi gözlənilən böyük bir, güclü bir antiklonik bloklanma gözlənilir. Lakin Türkiyənin Qara Dəniz ərazisində, Aralıq dənizinin şərqində, eyni zamanda Şimali Qafqazda, Cənubi Qafqazda, Xəzər dənizı ölkələrində isə atmosfer təzyiqində Qərbi Rusiya ilə müqayisədə bir xeyli azalma gözlənilir. Bu da dekabr ayının birinci 10 günlük ərzində regionda hava şəraitinin tez-tez kəskin dəyişilməsinə, hava temperaturunun aşağı enməsinə, yəni dekabr ayının çox illik göstəricilərindən aşağı enməsinə səbəb ola bilər. Bu da dəniz səviyyəsindən 1500-1800 metrdən yüksəlik yerləşən ərazilərdə qar yağmasına, şəhər mərkəzlərində isə aranda isə yağışların yağmasına və bir qədər intensiv yağışların yağmasına səbəb ola bilər. Qlobal modellər onu göstərir ki, La Niña'nın neytral dövründə və bir qədər zəif La Niña müşahidə edilir hazırda faktiki olaraq. Eyni zamanda qlobal modellərin digər bir siqnalı da var ki, zəif şimal qütbündəki zəif siklonların üstünlüyü, yəni bu da polar vortexin şimal qütbündəki stratosfer və troposferin yuxarı qatlarındakı qütb burulğanlarının bir xeyli zəifləməsi müşahidə edilir. Bu sistemlərin siqnalları onu göstərir ki, nəticədə bloklanmaların sayında da artım gözlənilir. Yəni Rusiyanın şimalında bloklanmalarda artım gözlənilir, Avropanın şimalındakı bloklanmalarda artım nəticəsində regionda hava şəraitinin tez-tez dəyişilməsi ehtimalı var. Yəni bu neytral La Niña dövründə, La Niña'nın zəif olduğu dövrlərdə, eyni zamanda şimal qütbündəki qütb vortexinin adlanan bir sistem prosesi var. Onun zəif olduğu dövrlərdə, yəni bu 2-3 siqnal onu göstərir ki, Avropanın şimalında, eyni zamanda Rusiyanın qərbində və Qərbi Sibirdə, Ural dağları arasındakı antiklonik bloklanmalar, antiklon bloklanmalar daha çox olur, daha uzun müddətli olur. Nəzərdə dekabr ayının birinci 10 günlük ərzində bu bloklanmanın 7-10 gün ərzində ərazidə aktiv olması və Qafqaz regionunda isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da regionda hava şəraitinin tez-tez soyulmasına səbəb olacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.